Yallah. Salam əziz müəllimlər. Bu günlər sizlərlə birlikdə 14 iyun 2026-cı il tarixdə MİQ İbtidai müəllimləri üçün keçirilmiş imtahanın deməli riyaziyyat suallarının izahına baxacağıq. Vaxt itirmədən keçək suallara. Sual izahlarına keçməmişdən əvvəl sizdən xahişim kanalıma abunə olub, videonu bəyənib rəy yazmağı unutmayın. Deməli, birinci sualda deyir ki, 2 natural ədədin fərqi 134-ə bərabərdir. Böyük ədəd kiçik ədədə böldükdə natamam qismətdə 7, qalıqda isə 2 alınır. Bu ədədlərin cəminin rəqəmləri hasilini tapın. Yəni, burada 2 ədəd iştirak edir. Biri A ədədi olsun, biri isə B ədədi olsun. Tutaq ki, böyük ədədə mən A deyirəm, kiçik ədədə B deyirəm. Deməli, bu ədədlərin fərqi 134. Yəni, A çıxılsın B bərabərdir, 134 yazacağım. Digər tərəfdən böyük ədədi kiçik ədədə böldükdə, yəni A bölünsün B bərabərdir. Natamam qismətdə 7, qalıq isə 2 olsun. Bu ədədlərin, deməli, cəminin, yəni A ilə B ədədlərinin cəminin rəqəmlərinin hasilini bizdən istəyir. Baxın, burada ikinci bərabərlik var. A bölünsün B, 7 qalıq 2. Bu bərabərliyi biz sadələşdirməliyik. Yəni, buradan A-nı tapsaq, A bərabərdir. 7 vurulsun B plus 2 şəklində yazmalıyıq. Yəni, bunu bilirik. İndi tapdığımız bu 7B plus 2 ifadəsinin digər bərabərlikdə, yəni birinci tənlikdə yerinə yazacağam. A-nın yerinə yazacağam. Yəni 7B plus 2 çıxılsın B bərabər 134. Tənliyi alınacaq yeni tənlik. Artıq bu bir dəyişənli tənlikdir. Mən buradan B-ni tapacağam. Deməli 7B-dən B çıxanda 6B qalır. 6B plus 2 bərabərdir 134 alınır. Buradan 6B bərabərdir deməli 132. B də bərabərdir deməli 132-ni 6-ya bölsəm 2 dəfə 12, 2, 22 edəcək. Deməli B-nin qiymətini tapdım 22. Aparıb deməli birinci bərabərlikdə nəzərə alsam, A çıxılsın 22 bərabər 134 alınacaq. Buradan da A-nı tapsam 134 plus 22. A buradan da bərabər olacaq deməli 156-ya. Deməli ədədlərimiz 156 və 22 imiş. Bu ədədlərin bu ədədlərin cəminin rəqəmləri hansı? Yəni bizdən A plus B-ni də tapmaq lazımdır. A plus B-ni tapsam 156 plus 22 170 deməli 8 olar. Cəmimiz 178-dir. Rəqəmlər cəmi hasili istəyir bizdən. Yəni 1 vurulsun, 7 vurulsun, 8. Bu da 56 edər. Doğru cavabımız 56 birinci sualda. Keçid alaq ikinci suala. Deyir ki, briqadada 8 usta 6 fəhlə işləyir. Fəhlələrin aylıq maaşı 350 manatdır. Bu qeyd olunub. İşçilərin hamısının, yəni ümumi işçilərin maaşlarının ədəd ortası 470 manatdır. Ustanın aylıq əmək haqqısı nə qədərdir? Briqadada 8 usta, 6 fəhlə var. Ümumilikdə briqadada işləyən işçilərin sayı 14 edir. 8 plus 6, 14. Fəhlələrin aylıq maaşı 350 manatdır. Yəni, hər fəhlə 350 manatı alır. 6 fəhlə də 6 vurulsun 350 bərabərdir. 6 vurulsun 350 hesablayaq bunu. Deməli, 2100 manat edəcək. Deməli, 6 fəhlə 2100 manat maaş alır birlikdə. Ustaların aylıq maaşını bilmirəm nə qədərdir. Tutaq ki, onların aylıq maaşı olsun x manat. X manat olsun. İndi 8 usta var. Əgər bir usta x manat maaş alırsa, aylıq maaş alırsa, deməli 8 usta 8 vur x qədər maaş alacaq. Onda 8 vurulsun x. Deməli, ustalara verilən puldur. Plus əlavə də deməli, fəhləyə verilən pulu biz tapdıq 2100 manatdır. Bunların cəmi 14 işçinin ümumi gəliridir. Ümumi aylıq gəliridir. Bunu 14-ə bölürük. Hər adam başına düşən pul, yəni bizdə şərtdə verir 470 manatdır. İndi bu tənlikdən x-i tapacaq. 8x plus 2100 bərabərdir. 470-i biz deməli 14-ə vurmalıyıq bu tənliyi əldə etmək üçün. Yəni nəyi 14-ə bölsə 470 qalır. Onun üçün, yəni və yaxud da xüsusən tənasüb kimi də, yəni 1-də 470 gəlsə kimi yazıb tənasüb kimi çarpaz da vura bilərdik. Burada 6580 edir. 6580. Buradan 8x bərabərdir. 6580-dən də 2100-ü çıxsaq, yəni bu 4480 edir. 4480 və bu 4480 artıq deməli ustaların aldığı puldur. Neçə usta alıb? 8 usta. X-i də tapanda 4480-i 8-ə bölmək lazımdır. Bu da edəcək 560 manat. Deməli, hər usta aylıq 560 manat pul alırmış. Bizdən də yəqin ki, onu soruşur. Ustanın aylıq əmək haqqısı nə qədər imiş? 560 manat. İkinci suala doğru cavab. 3 nömrəli sual. Düzbucaqlı polilepitin oturacağının sahəsini bizə verilib, hündürlüyü verilib, polilepitin həcmini tapın.
Deməli, fəza həndəsəsinə aid sualdır. Belə bir düsturumuz var. Orada V bərabərdir. S oturacaq vurulsun H. Yəni bu düsturun da hardan gəldiyin, hansı düsturla əlaqəli olduğunu göstərir. Yəni biz düzbucaqlı paralellepipeddə, kuboiddə belə bir düstur bilirik də. V bərabərdir həcm düsturu. A vurulsun, B vurulsun, deməli C. Yəni en uzun hündürlük bir-birinə vurulması düsturu var. O düsturdan çıxır əslində bu düstur. Təmin düsturu. Aha. Deməli, uzunluğa bir A qeyd edək, enə B qeyd edək, hündürlüyə C qeyd edək. Yəni en uzun hündürlük. V bərabərdir ABC həcm düsturunu bilirik. A vurulsun, B vurulsun, C. Burada deməli, əslində düzbucaqlı paralellepipeddə hər bir bucağımız düz bucaqdır. Məsələn, burada 3 perpendikulyar deyirik. Baxın, 1, 2, bu da 3-cü. 3 dənə 90 dərəcə var əslində. Yəni bunu əgər görə bilmirsinizsə, otağın içində məsələn gələn xəttə fikir versəz, orada deməli döşəmədən, tavandan gələn xətt döşəmə ilə həm divar, həm də iki divar arasında 90 dərəcə bucaq əmələ gətirir. Bunu göstərir ki, yəni hər bir bucaq 90 dərəcədir və hər biri də əslində adı üstündə düzbucaqlıdan təşkil olunur. Düzbucaqlı paralellepiped hər bir üzü düzbucaqlıdır bunların. Deməli burada A vurulsun B hissəsi əslində düzbucaqlının sahəsidir. A vurulsun B, n vurulsun uzunluq. Ona görə burada A vurulsun B-ni mən silib, yəni burada əvəz edə bilərəm A vurulsun B-ni S oturacaqla. Yəni bunun əvəzinə yazıram S oturacaq. C də onsuz da hündürlüyümüzdür də bizim. C də hündürlükdür, ona görə S oturacaq, C-nin də əvəzinə H yazıram. Və bu düstur meydana gəlir. Deməli burada bizə verilib 12-dir, 5-dir. Çox sadə. V bərabərdir 12 vurulsun 5 bərabərdir 60. Deməli burada da doğru cavabımız 60 olacaq. Kiçik 4 nömrəli suala deyir ki, paralellepipedin uzunluğunu verib. Yenə də fəza bölməsinə aid sualdır. Eni uzunluğunun 60%, hündürlük isə eninin 8-də 2 hissəsidir. Paralellepipedin tam səthinin sahəsi nə qədərdir? Bunu deməli müdavimim yazıb ki, kuboid da ola bilər. Rəqəmlər dəqiq yadımda deyil, amma biz həllinə baxaq. Deməli burada paralellepiped çəkək bir dənə. Yenə bir paralellepiped qeyd edək. Bizə əslində misalın həlli lazımdır. Tam rəqəmlərin düzgün gəlib gəlməməyi. 10-15% də ola bilər ki, bu rəqəmlər düz deyil. Həmin sualları altında şərt qeyd olunub. Deməli, paralellepipedin uzunluğu 18 sm-dir. Qeyd edək uzunluğunu 18 sm. Eni 60% uzunluğunun, yəni 18-in biz 60%-ni tapmalıyıq. 18 vurulsun 60 bölünsün 100. İxtisarlar aparsaq, deməli 18-i vuraq 6-ya, 108, onu da bölsək ona 10,8 edəcək. 10,8. Deməli, paralellepipedin uzunluğu 18 sm, eni uzunluğunun 60%-dir, en uzunluğunun 60%-dir. Deməli, 10,8 deməli eni. Buraya yazıram 10,8 sm. Digər tərəfdən isə keçək, deməli, paralellepipedin deməli, en uzunluğunun 60%, hündürlüyü isə eninin 8-də 2 hissəsidir. Enin artıq tapmışam mən 10,8-dir. 10,8-in də 8-də 2 hissəsini tapmaq üçün 10,8-i 8-ə bölməliyik, 2-yə vurmalıyıq. 8-ə bölüb 2-yə vursaq 2,7 edəcək. Hündürlüyü də 2,7 sm tapdıq. Deməli, en məlumdur, uzunluq məlumdur, hündürlük məlumdur. Səthinin sahəsi düsturu da deməli, bunun da açılışını göstərirəm sizə. Deməli, S bərabərdir 2 vurulsun AB plus AB BC AC. Bu düsturdur. Hardan gəldiyini də qeyd edeyim. Deməli, burada mən bura A yazsam, B yazsam, C yazsam. Yəni, orada müxtəlif tərəflərdir. Yəni, en uzun hündürlük. Bunu qeyd etsək, burada deməli, oturacaqdan, baxın, görürsünüz səhətdə necə tapındılar. 2 dənə var. Yan tərəflərdən də 2 dənə var. Qarşılar da, deməli, qarşı və arxa tərəf 2 dənə var hər üzdən. Eyni oxşar üzlərdən 2 dənə olduğu üçün bunun sahəsi S bərabərdir A vurulsun B-dir. Yəni, düzbucaqlı kimi gedirik. Yuxarıda da bir A vurulsun B, aşağıda da 2 dənə AB. Yəni, otaq kimi baxanda, yəni bunun döşəmə və tavandan nəzərə alırıq. Digər tərəfdən yan divar, sağ və sol divarlar. Burada da baxın, fikir verin, B və C-dir. Bu da bir düzbucaqlıdır. Bunun sahəsi B vurulsun C. En vur uzunluq. Burada da 2 dənədir. 2BC. Və həmçinin qarşı tərəf A vurulsun C. Burada da 2 dənə olduğundan 2AC. Yəni, bu düstur oradan deməli peyda olur. İndi digər tərəfdən verilən tərəflər məlumdur. Sadəcə bunları vurub hesablamaq lazımdır. Əgər deməli rəqəmlər imtahanda olduğu kimi ilə belədirsə, deməli biz nə etməliyik? 18-i vurarıq deməli 10,8-ə.
Bu bizə 194,4'ü verir. 194,4 plus B vurulsun C. Yəni yan tərəflərdən söhbət edir. 10,8'i də vurarıq 2,7'yə. Bu bizə 29,116'nı verəcək. Plus deməli A vurulsun C. Yəni qarşı 2,7'ni 18'ə vuracaq bu dəfə də. 2,7'ni vurarıq 18'ə. 48,6. Verilən deməli ədədləri toplayaq. 48,6 plus 29,16 deməli bir də 194,4. Bu bizə 272 tam. Yəni imtahanda da kalkulyatordan istifadə edə bilirik burada. Bunu da 2'yə vursaq, hərəsindən 2 dənə olduğuna görə 544,130 gedir. Bilmirəm, belə bir cavab olub orada ya yox. Yəni verilmiş variantlardan, verilmiş deməli uzunluqlardan biz bu cavabı aldıq. Həll yolu əslində lazımdır bizə. Yəni bu cür həll olunacaq. Keçid alaq 5 nömrəli suala. 900 litr tutumu olan çən deməli bir boru dəqiqədə 30 litr su doldurur, digəri isə 15 litr su boşaldır. Çən neçə saata işləsə dolar. Çox sadə bir sualdır əslində. Yəni hovuz məsələlərinə, çən məsələlərinə aid çox belə çətin suallar görmüşük. Yəni burada 3 borudan ibarət, biri doldurur, digəri boşaldır, ortada yerləşdirilən falan. Amma bu sadə bir sualdır. Deməli burada nə edəcəyik? Başqa cür həldə düşünmək olar. Mən belə bir həllə yanaşacağım bu suala. Deməli, tutaq ki, tutumu 900 litrlik bir qabdır, bir çəndir. Çən olsun. Deməli, dəqiqədə 30 litr su doldurur bir boru. Sən bu boru dəqiqədə 30 litr su vuracaq. Digəri isə dəqiqədə 15 litr suyu boşaldır. Sən tutaq ki, altda bir dənə də kran var. Bu da 30 litr, deməli, üzr istəyirəm, 15 litr boşaldır. Yəni 30 litr vurur, 15 litr boşaldır. Bu çən neçə saat işləsə dolar. Deməli, burada fikir verin. Bir dəqiqə ərzində 30 litr su hovuza girir. 15 litr isə hovuzdan çıxır, çəndən çıxır. İndi burada qalan su neçə litr olacaq? Artıq 30 litr su daxil olur, 15 litr su çölə çıxır. Deməli, bir dəqiqə ərzində 15 litr su qalır hovuzda və yaxud çəndə. 900 litrin 15, yəni 900'ü böləcəm 15'ə mən. Görüm 900 doldurmaq üçün bu neçə dəqiqə sərf edəcək? 900'ü də 15'ə bölsəm 60 dəqiqə edəcək. 60 dəqiqə də biz bilirik ki, 1 saat. Doğru cavab 1 saat. 6 nömrəli sual. Kater 3 saata axını ilə 51 kilometr yol gedir. Çayın sürəti verilib bizə. Kater 2 saata axına qarşı neçə kilometr yol gedər? Maraqlı sualdır. Deməli, bir çay şəkil çəkəm. Tutaq ki, burada 2 halı var da. Əslində, kater çay ilə birlikdə sürət eləsə, katerlə çayın sürəti toplanılır. Amma əksinə hərəkət eləsə, çıxılır. Durğun suda da hərəkəti ilə katerin öz sürətidir. Kater 3 saata axın ilə 51 kilometr yol gedir. Tutaq ki, burada bir kater var. Həmin bu kater axın ilə, tutaq ki, axın da məsələn bu istiqamət, axın istiqamətində 51 kilometr yol gedir. Deməli, burada kater 3 saata axın ilə 51 kilometr yol gedir. Burada biz kater və çay, yəni burada V katerin sürəti, V çayın sürəti toplandığını bilirik. Yazacam V kater plus V çay, yəni ikisi birlikdə. Sürəti tapmaq üçün biz gedilən yolu zamana bölməliyik. Yəni 51'i 3'ə bölməliyik. 51'i də 3'ə bölsəm 17 edəcək. Yəni katerlə sürəti ilə çayın sürəti ikisi birlikdə 17 demiş. Amma bizə çayın sürətini verib də 2 km saat. Yəni onu da nəzərə alsam 2 plus V kater, daha doğrusu çayın sürətini verib bizə 2, 17. Buradan V kateri biz tapsaq 15 km bölünsün saat olacaq sürət. Və bizə deyir ki, kater 2 saata axına qarşı neçə kilometr yol gedir? V katerin sürəti. İndi baxaq, bu dəfə kater axına qarşı hərəkət edir. Yəni kater bu istiqamətdən, yəni axına qarşı hərəkət etməyə başlayacaq. Onda V katerin öz sürətindən 15'dən çayın sürəti 2'ni çıxacam. Qalacaq burada ümumi sürətimiz 13 km bölünsün saatdır. Oldu ümumi sürətimiz. Və bizə deyir ki, 2 saata nə qədər yol gedər? Deməli, həmin o gedilən yolu tapsam, S bərabər VT düsturundan istifadə etsəm, həmin o V bərabər S bölü T düsturudur əslində. Gedilən yolu tapanda sürəti zamana vururuq.
13'ü də burada zamana 2-yə vursam 26 kilometr edəcək. Doğru cavabımız 26. 7 nömrəli məsələ yaxşı maraqlı məsələdir, amma burada deməli şərtdə çatışmazlıqlar var. İndi mən o çatışmazlığı düzəldəcəm. Deməli burada birinci aralarındakı məsafə 1000 metr olan minik və yük maşını eyni anda əks istiqamətdə hərəkətə başladılar. Minik maşının sürəti deyir burada. Burada yük maşının sürəti. Yük maşının sürəti minik maşının sürətinin 8-də 3-ü əsasdır. Qalan şərtdə hər şey doğrudur. Sadəcə burada deməli məsələnin şərti olduğu kimidir. Yəni imtahanda necə olub eynən yazılıb. Sadəcə burada məsələdə deməli qeyd olunub nə? Demək o qeyd olunması düzgün gəlmir. Maşının sürəti qeyd olunur. Minik maşının sürəti deməli V bərabərdir 120 km/saat imiş. İndi həll edək. Deməli bir yoldur. Bu yolda aralarındakı məsafə deməli 1000 metrdir. Bir tərəfdən deməli yük maşını, bir tərəfdən də minik maşını. Bir-birinin əksi istiqamətində yola çıxırlar. Bu olsun yük, bu olsun minik. Deməli yük maşınının sürəti bizə verilib, qeyd olunub 120-dir. Şərtdə, yəni qeyd olunub 120 km/saat. Yük maşınının sürətində biz tapacağıq. Yəni şərtə görə 8-də 3 verir. Bax 120-ni deməli bölməliyik 8-ə. Vurmalıyıq 3-ə. 45 elədi. 45 km/saat. İndi bunların arasında 100 km var. 1000 km, daha doğrusu 1000 metr üzr istəyirəm. 1000 metr məsafə var. 1 kilometr qeyd eləmək lazımdır burada. Axırda yaddan çıxmasın. Demək, nə deyir burada şərtdə bizə? Deyir ki, bunlar 1 saat yol getdikdən sonra yük maşını sürətini artırır. Hələ 1 saat bunları aparaq. Deməli 1 saata bu nə qədər ərazi qət edəcək? Deməli 1 saata 120 ilə hərəkət edən avtomobil təbii ki 120 kilometr deməli yol getmiş olacaq. 45 ilə də hərəkət edən yük maşını 1 saata 45 kilometr yol getmiş olacaq. Bu məlum məsələdir. 45 kilometr. Aha. 45 kilometr. Bunları qeyd elədik. Artıq burada 1 saat yol gedəndən sonra bunlar sürətini artırır. Bunlar deyəndə əslində yük maşının sürətini artırır. 60% artırır. Yük maşının sürəti biz bilirdik 45 km/saat idi. Bunu 60% artırsaq, birinci ilk növbədə 45-in 60%-ni tapmalıyıq. 45-i vurarıq 60-a, bölərik 100-ə. Eləcək 27. Sonra aparıb buradan tapa bilərik 27 edir. Deməli 27 artırır bu sürətin. Yəni 45 idi, 27 km/saat artırdı sürətin. 45-in üstünə 27 gəlir. Yəni 72 km/saat sürətlə artıq hərəkət etməyə başladı. Yəni əvvəl bunun sürəti 45 idi. Artıq bundan sonra deməli 45 + 27 72 ilə 72 km bölünsün saatla hərəkət etməyə başladı. Və 72 km/saat sürətlə 2 saat yol getmiş oldu. 2 saat ərzində 72-ni 2-yə vuraram. 144 deməli kilometr ərazi gedər 2 saat ərzində. Bu tərəfdən, digər tərəfdən 120 ilə də hərəkət edən minik maşını bu sürətini artırmır. Bunda yerindədir. 2 saata 240 kilometr məsafə qət etmiş olacaq. Deməli, avtomobillər, yük maşını bura gəlib çıxacaq, minik maşını, yük maşını da bura gəlib çıxacaq. Aradakı olan məsafələr qeyd eləmişəm. Burada biri 144 oldu. Deməli, 45 oldu. Demək, bu tərəfə qayıtsam 120 oldu və 240 oldu. 240 oldu. Deməli, 549 oldu. Məsafə 549. Baxın, uşaqlar, üzr istəyirəm uşaqlar, müəllimlər diqqət eləmək lazımdır ki, burada 549 deyil cavab. Çünki burada axı əvvəldən də 1 kilometr məsafə qeyd etmişdi. Axı arada 1 kilometr, yəni 1000 metr məsafə var idi. Ona görə cavabımız 549 + 1, yəni 550 kilometr olacaq. Yəni variantlarda 549 da var imiş, 550 də var imiş. Mənim müdavim də səhv edib 549-u yazmışdı bu sualda. Çox təəssüf. 8 nömrəli sualda deməli 2A + 29 ifadəsi kör-bucaq olarsa A-nın ala biləcəyi maksimum ədəd neçə olur? Deməli biz burada bilməliyik ki, kör-bucağın dərəcəsini bilməliyik. Kör-bucaq ümumiyyətlə baxın deməli düz bucaqdan böyükdür. Açıq bucaqdan kiçikdir. Yəni düz bucaqdan 90-dan böyük, 90-dan böyük. Bunu tam açıq bucaq qeyd edəmir. 180-dan kiçik bucaqlar artıq qalır. Bu aralıq deməli 90-dan böyükdür, 180 dərəcədən kiçikdir. Kör bucağın dərəcəsi. Və 2A + 29 ifadəsi də
Deməli, bunu silək. 2a plus 29 ifadəsinin də kör bucaq olması üçün mən yenə qeyd etməliyəm. 2a plus 29 kiçikdir 180-dən, böyükdür 90-dan. Hər tərəfdən bu bərabərsliyi həll eləmək üçün hər tərəfdən 29-u mən çıxararam. 2a 180-dan 29 çıxsa, deməli 180 çıxılsın 29. Bərabər 151 qalır. 90-dan da 29-u çıxsa, deməli 61 qalacaq bu aralıqda. İndi buradan da a-nı tapmaq üçün hər tərəfi 2-yə bölməliyəm. 151-i ilk öncə 61-i 2-yə bölək 30,5 qalacaq. 30,5-dən böyük. Deməli 151-i də 2-yə bölsəm, demək 151 bölünsün 2, 75,5. Aha. A-nın ala biləcəyi maksimum ədəd neçə olar? Maksimum ədəd yəqin ki, natural ədəddən söhbət edir burada. Deməli olacaq demək ki 75,5-dən. Bunu ədəd oxunda da göstərək. Tam aydın olsun deyə. Deməli ədəd oxunda 75,5 əslində 75,5 75-dən böyükdür. Yəni 75,5-dən kiçik 75 var. Doğru cavab 75 olacaq burada C variantı. 9 nömrəli sualda kvadratın daxilinə deyir çevrə çəkilmişdir. Çevrənin radiusu 6 sm olarsa kvadratın iki tərəfi üzərində qurulmuş üç bucağın bərabər tərəflidirsə, üç bucaqlar bərabər tərəflidirsə, alınan fiqurun perimetrini bizdən soruşur. Əvvəlcə deməli burada həmin o çevrənin mərkəz nöqtəsini biz qeyd edək. Radius demək biz bilirdik ki, çevrənin mərkəzi ilə onun hər hansı bir nöqtəsini birləşdirən xətt. Məsələn, mən buranı birləşdirirəm. Ətraf nöqtədən birini. Bura oldu radius. Və radiusu 6 sm qeyd olunub. Bura 6 yazıram. Digər tərəfdən bura radius 6 sm-dirsə, məsələn, mən aşağıdan da bir radius çəkə bilərəm də. Yəni diametrə tamam, diametr kimi qeyd edirik. Burada 6 olsa, burada 6 sm qeyd olunur. 6 radiuslardır. Və bu ümumi 6 12 oldu. Deməli biz kvadratın tərəfini 12 sm tapdıq. Kvadratın tərəfi 12-dirsə və burada bərabər tərəflidir axı üçbucaq. Deməli burada 12 olacaq. Və bura 12 olanda üçbucağın tərəfləri də 12, 12, bu da 12, bu da 12 olmuş olacaq. Həmçinin burada 12-dir, yəni kvadratın tərəfinə görə. Amma perimetri tapanda, perimetr elə bilin ki, biz ərazini hasara alırıq. Yəni odur perimetr. Yəni perimetri tapanda burada sarı xəttlərlə mən gedirəm. Baxın, ətraf, həmin o böyük fiqurun ətrafından keçirəm mən. Baxın, deməli bura, bura və bura. Demək burada, verin buranı silək. Bura götürülmür. Yəni demək, fiqurun perimetri olacaq. Həmin alınmış bir fiqurun P bərabərdir. 12, 1, 2, 3, 4, 5, 6 dənə 12. 12 vur 6. Yəni 72. Amma cavabda 72 ilə yanaşı 12 vurulsun 8 cavabı. Yəni 96 da var idi. Çünki burada 96 niyə olmur? Burada bu tərəflərdə qatmışdılar. Bu tərəfləri artıq götürmək olmaz. Perimetrdə ancaq kənar hissələrin uzunluğunu götürürük. Cavab 72 olacaq, 96 yox. Onluqlara qədər yuvarlaşdırdıqda 80 alınan ən böyük və ən kiçik ədədin cəmini tapın. Onluqlara qədər yuvarlaşdırdıqda 80 alınan. Onluqlara qədər yuvarlaşdırsaq 80 alınan ən böyük ədəd 85 olacaq. 80 üzrü sayın 4 olacaq. 85-də artıq burada keçir 90. 84 olacaq. Onluqlara qədər yuvarlaşdıqda 80 alınan ən böyük və ən kiçik ədədin cəmini tapaq. 84 ilə ən kiçik ədəd isə deməli 75 olacaq. Bayaq dediyim kimi 75 artıq yuvarlaşanda 80-ə keçir. 75 80-ə keçir. Məsələn 85 yuvarlaşanda 90-a keçəcək. Bunların cəminin ədədin cəmini tapın. Demək 84 və 75-in cəmini tapsaq 84 plus 75 bərabərdir 159 verəcək. Doğru cavabımız da C variantı olacaq. Növbəti sual. Alınan 95 manat pulun, alıcının 95 manat daha doğrusu pulu var. O həmin pulun 40%-ni xərcləyir. Alıcı 3 kiloqram portakal, 2 kiloqram əncir qurusu və neçə kiloqram ən çox konfet ala bilər? Bu sual əslində diaqram sual olub. Ya bu sual diaqram sual idi, ya da ki başqa bir sual. Bu diaqram sual olub. Deməli burada rəqəmlər tam yadında deyil. Bax. Aha. 95 manat pulu var, həmin pulun 40%-ni xərcləyir. Deməli 95 manatın əvvəlcə biz 40%-ni tapmalıyıq. 95-i vuraram 40-a, bölərəm 100-ə. Sıfırlar ixtisar getsə, onu 5-ə bölsəm 2, 95-i də 5-ə bölsək deməli qalacaq
95 bölünsün 5, 19. 19'u da 4'ə vurub 2-yə bölmək lazımdır. 2-dən onsuz da x-a gedər, 2 qalacaq. 19-da 2-yə vursam, deməli 38. 38 olar. Deməli, alıcının 95 manat pulu var, o həmin pulun 40%-ni xərclədi. Deməli, 95 manat pulun 40%-ni xərclədi, qaldı yerdə 57 manat. Çünki 38 çıxıranda 95-dən 38 çıxırmalıyıq biz. 95 çıxılsın 38 bərabər 57. 57 manat bunun pulu qalıb. Alıcı 3 kiloqram portağal, 2 kiloqram əncir qurusu və neçə kiloqram, ən çox konfet ala bilər. 3 kiloqram indi 57 manat pulu içərisində. 3 kiloqram biz hesablamalıyıq portağal. Portağalın 500 qramı 2 manat 20 qəpikdir. 500 qramı 2 manat 20 qəpikdirsə, təbii ki, 500 kiloqramın yarısıdır. Yəni 500 qramı 2 dəfə artırsaq kiloqram olar. Ona görə kiloqramı 4 manat 40 qəpik olacaq bunun. 4 manat 40 qəpik. 4 manat 40 qəpikdən 4 manat 40 qəpikdən, yəni 4,4 də qeyd eləmək olar. Çünki 1 kiloqram 1000 qəpikdir. 100 qəpikdir. 4,4-ü biz vurarıq. Deməli, burada bizə verib 3 kiloqram 3-ə. Etdi 13,2, yəni 13 manat 20 qəpik. 13,2, 13 manat 20 qəpik artıq portağal üçün xərclədi. Keçid alaq. 2 kiloqram əncir qurusu. Əncir deməli 5-də 4 manat. 5-də 4 manat özü elə 1 manat 100 qəpik olduğuna görə 100-ün 5-də 4-üdür də. 100-ü bölərəm 5-ə, 24-ə vuraram 80 qəpik. 80 qəpik nəzərdə tutulub bunun. Deməli 250 qramı üçün. Amma biz 250 qram yox, kiloqramdan söhbət ediriksə, bunu 4 dəfə artırmalıyıq. 3 manat 20 qəpik. 4-ə vururuq da 3 manat 20 qəpik. Deməli, kiloqramı 3 manat 20 qəpikdir. 2 kiloqram da əncir qurusu alındı. 3,2-ni vuraram 2-yə. Deməli, 6,4. Yəni 6 manat 40 qəpikdə buna istifadə olundu. Və neçə kiloqram ən çox konfet alına bilər? Deməli, 57 manat puldan biz çıxarıq 13,2 və 6,4-ün cəmini. Qaldı 50,da. Deməli, bir dəqiqə. 13,2 və 6,4 cəmli 19,6 edəcək bu. 57-dən də 19,6-nı çıxaq. 57 çıxılsın 19,6 etdi. 37,4. Deməli 37,4. 37 manat 40 qəpik yəni. Pulu qaldı. Neçə kiloqram konfet almalıdır? Konfet 1 kiloqramı 4 manat 30 qəpikdir. 1 kiloqram 4 manat 30 qəpik olduğuna görə 37,4-ü bölək 4 manat 30 qəpiyə. Yəni 4,3-ə də bölə bilərik. 4,3 bölmək 4,3-ə bölək təxmini 8,6. Mən sizin təxmini burada belə deyək də. Yəqin ki, cavablarda variantlar belə olub burada. A, B, C, D, tutaq ki, variantlar yazaq. Məsələn, 5 kiloqram, 3 kiloqram, 4 kiloqram. Məsələn, artıq bu 8 kiloqrama alacaq qədər pulu var. Amma 9 kiloqram alacaq qədər pulu yox. Yəni 37,4-ü mən 8-ə vursam, deməli 37,4-ü 8-ə vursam, 8 üzr istəyirəm, 37,4 nə idi? 4,3-ü. 4,3-ü biz 8-ə vursaq 34,4 edəcək və bizə bunu pul çatacaq 8 kiloqram almağa. Amma deməli biz 4,3-ü 8-ə yox 9-a vursaq 38,7 eləyəcək. Yəni 38 manat 70 qəpik olmalıdır bizə 9 kiloqram almamız üçün. Ona görə burada cavabımız olacaq deməli 8. 8 kiloqram artıq almış olacaq. Yaş məsələsindən deməli belə bir sual var, amma sual asan bir sualdır. Ata ilə oğlun yaşları cəmi 43-dür. Oğlun 5 il sonraki yaşı 11 olacaq. Atanın 3 il əvvəl neçə yaşı var idi? Ata yazaq, bura yazaq bir ata, bir də oğul yazaq. Bunların yaşlarını qeyd edək. Ata ilə oğlun yaşları cəmi 43. Tutaq ki, atanın yaşı olsun A, oğlun yaşı olsun B. A plus B bərabərdir 43-ə. Oğlun 5 il sonraki yaşı 11 olacaq. Oğul 5 il sonra yaş 11-dirsə, avtomatik olaraq, deməli, oğlun indiki yaşı məlum oldu. Ortaya çıxdı ki, bunun 6 yaşı var imiş indi. 6 yaşı var indi hal-hazırda. Və cəmi 43-dürsə, 43-dən də çıxaram 6-nı. 43-dən 3 çıxanda deməli 43-də çıxdım, qaldı 37. 37 yaş atanın hal-hazırda var idi. Və bizdən nə soruşur? Bir atanın 3 il əvvəl neçə yaşı var idi? 37-dən də 3 çıxaram. 34 qalacaq. Bəli, bu sadə sual idi.
13 nömrəli sual. 92 kiloqram buğdanı 98 qəpiyə alıb 1 manat 55 qəpiyə satsa nə qədər qazanc əldə edər? Burada kiloqramdan söhbət gedir də yəqin ki, 1 kiloqramın 98 qəpiyə alıb 1 manat 55 qəpiyə satsa nə qədər qazanc əldə edir? Deməli 92 kiloqram 98 qəpiyə alıb 1 manat 55 qəpiyə satırsa, yəni 1.55-dən 98 çıxsa 7 qəpik qalır. 7 qəpik. 92 kiloqramı da 7 qəpikdən 92-ni 7-yə bölür. Neçə qəpikdir? 92 7-yə vursaq 644 qəpik. 644 qəpik də 6 manat 44 qəpik deməkdir. Qazanc 6 manat 44 qəpik olar. Avtomobilin yolunun 7-də 3 hissəsini getdi. 40 kilometr yol gedərsə, yolun yarısına çatar. Avtomobilin sürəti 80 km/saat olarsa, bu yolu gedib qayıtmağa nə qədər vaxt sərf edir? Həmin yolu çəkirəm. Yolun 7-də 3 hissəsini deməli getdi. Tutaq ki, ümumi yol olsun x. Əslində bu tip məsələləri 7x götürsə daha yaxşı olar. Deməli, avtomobil yolun 7-də 3 hissəsini getmişdi. 7-də 3-ün getsin. 7-də 3x-ın getsin yolun. Yazaq belə 7-də 3x. 40 kilometr daha getdi. 40 da əlavə gəldi. Və yolun yarısına çatdı. Artıq bundan sonra yolun 2-də 1x qaldı tamamlamağa. İndi əvvəlcə biz yolun uzunluğunu tapmalıyıq. Onu da belə yazacağım. 7-də 3x plus 40 bərabərdir 2-də 1x-a. 2-də 1x-a. Hər tərəfi 14-ə vursam, kəsirdən xilas olsun deyə tənliyimiz. Olacaq 14 vurulsun deməli. 14-ə vursam 7-yə vurulsun 6x, daha doğrusu belə yazaq 6x plus 40-ı 14-ə vuraq. 14 vurulsun deməli 40, 560. Demək bərabərdir 7x-a. Bu tərəfə getsəm x bərabər 560 olacaq. Deməli bizə demək istəyir ki, 560 km yol 80 km/saat sürətlə avtomobil neçə saata gedib qayıdar? Deməli burada 560 yolun ümumi uzunluğudur. Amma bu yolu gedib gəlmək lazımdır. Yəni getsən 560, qayıtsan da 560. Ümumi eləcə 560 vurulsun 2. Yəni 1120. İndi isə deməli 1120-ni 80-ə bölmək lazımdır. 1120 80-ə bölək ki, 80 km/saat sürətlə gedir. Görək neçə saata gedəcək bunu. Bu da 14. Doğru cavabımız burada da 14. 15 nömrəli sual deyir, məktəb kitabxanasında 4 üsulda kitab var. Elmidir, deməli, tarixi kitablar və s. qeyd olunub. Sıradan çıxma faizləri verilib burada. Buna görə deyir ki, nə qədər kitab azaldı, neçə faizlə yəqin ki, qeyd olunur sualda. 60-ın demək 25% edəcək deməli, 60-ın 25%, yəni 4də 1-i 15 edir. 60-dan da 15 çıxanda 45 qalacaq yeni. 25 kitabın 10%-ni tapmaq lazımdır. 25. 25-in 10%-i 2,5 edir. Burada rəqəmlər qeyd olunub, düzgün verilməyib. 25 ola bilməz. Yəni 40 götürsək tutaq ki, bunu və s. nəsə götürsək, indi burada 5%-də düz gəlməyəcək. Düz vermir bunlar. Amma qaydası necədir? Deməli, köhnə kitabları çıxırıq, yeni kitabları tapırıq burada və ümumi kitabların sayın, təzələrin sayın, ümumi, yəni yerdə qalan kitabların sayın, kitabxanada nə qədər kitab azaldı, onu tapmaq lazımdır. Və yaxud da azalan kitabların sayın. Belə deyək, azalan kitabların sayın. Yəni, buradan 15 kitab azalıb. Buradan nə qədər azalacaqsa onu yazacağıq. Buradan nə qədər azalsa, onların hamısını yazarıq sürətə. Bölərik ümumi kitabların sayına, vurarıq 100-ə. Faiz nə istəyirsə belə. Yox, əgər məsələn faiz istəyirsə, o çox sadədir. Yəni, azalanların hər birindən tapıb toplayacaq. 16-da hesablamadır, yoxdur burada. Hesablama əməlinə aid bir dənə sualdır, əməllər ardıcıllığı. Yəni, bu həm MHMFS akademik kitablarında çoxlu suallar var buna aid. Yəqin ki, bunlar çətin olmaz bu sualda. Tənliklərə aid sual düşüb, kəsir məsələlərindən sual düşüb, amma bunu müdavimimizin yanında qalmayıb. Kuboiddən, fəzadan çoxlu suallar var idi bu imtahanda. Hesablama əməlindən də bir sual var idi. Deməli, ən çox burada fəza həndəzəsindən suallar var. Və deməli, sürət məsələlərindən sual var, çünki vacib bölmədir. Qalan bu bölmələrdən olan suallar da deməli, mənim müdavimlərindən göndəriblər. Burada yadlarında qalmadıqlarına görə, yəni biz 15 sualın tam izahını verdik. Yerdə qalan deməli 5 sualda da hansı bölmələrdən düşdüyünü qeyd etdik. Suallar ümumi olaraq deməli orta səviyyəli suallar idi, çətin suallar da var idi, orta səviyyəli suallar da var idi. Demək, MİQ imtahanı hazırlığımız var bizim. Deməli, müdavimlərimə mən işlətdiyim suallar, deməli qəbulda burada istifadə olunan suallardan
qat-qat ağır səviyyəli suallar idi. Yəni həm MHM kitablarında, həm FES Akademi, həm mənim özümün tərtib elədiyim sınaqlarım, dəstə verdiyim əlavə suallar, deməli, onları rahatlıqla yaza bilən, yəni burada heç bir çətinlik çəkməz inanmıram. Videonu izlədiyiniz üçün çox sağ olun, təşəkkür edirəm. Dərslərimizlə də bağlı məlumat üçün 050 672 0181 həm MIQ, həm də sertifikasiya hazırlığına, deməli, sentyabr ayından start verirəm. Deməli, burada ətraflı məlumat üçün mənim WhatsApp nömrəmə yazıb əlaqə saxlaya bilərsiniz. Yəni sizi düşündürən nə suallar vardı, hər birinə ətraflı cavablandıracağam. Sağ olun, salamat qalın.